Bir günlük milyoner olsaydınız nə edərdiniz? Dünya səyahətinə çıxardım. Görmək istədiyim çox yer var. Yaponiyanı səyahət eləyərdim məncə. Bir günlük milyoner olsaydınız nə edərdiniz? Valla 10 milyon lira olanda fikirləşirəm. Ben de ne bileyim. Çok maraqlı soru. İndi ağlınıza gəldi bir şey? Ağlıma gələn odur ki, işimə yönələrdim, ixtisasıma doğru yönələrdim məsəl üçün. Bir günlük milyarder olsaydınız nə edərdiniz? Böyük ehtimal küçə heyvanlarına köməklik göstərərdim. İnsanlardan bir xeyir gəlməyəcəyini düşünürəm. Bir günlük milyarder olsaydınız nə edərdiniz? Yaxşılıqlar edərdim. Çoxlu yaxşılıqlar edərdim. Bir günlük milyoner olsaydınız nə edərdiniz? Eləyərdim. Ev alardım. Maşın alardım. İş kurardım. Bacardığım qədər xeyir iş görərdim o bir gün ərzində. Amma ki hər halda o 1 milyonçu olsaydım da adam biraz fikrini də dəyişə bilər. Дом куплю в первую очередь. Дом 100% куплю. Ну, маму тоже дом возьму. Такие дела, да. В первую очередь дома возьму, потом уже другими вещами буду заниматься.